1, 7, 8, 12. Hə. Uşaqlar, baxın birinci sualda dedik ki, burada sütun üzrə bir əlaqə var. Məsələn, baxırsınız ki, aşağıya doğru ədədlər getdikcə böyüyür. Sütunda 3 ədəd var. 3, 12, 21. Siz 3'ü 3'e vurup üstüne 12 gələndə uşaqlar 21 alırsınız. 4'ü 3'e vurup üstüne 25 gələndə 37 alırsınız. Şimdi burada da 5'i 3'e vurup üzerine 14 gelseniz 29 alırsınız. A olur 29. Şimdi burada B'ni de 3'e vurup 4 ile toplayıp 16 almağınız için B'nin özü de 4 olmalıdır ki 3 vur 4 12 plus 4 16. Aydındır. 7'ye qədər kiminsə sualı varsa qeyd eləsin. Yoxsa 7'yə baxaq. Mən keçən dərsdə 3 nömrəli sual izahləmişdim. Sizə bütün sütunlar üzrə cəmlər bərabər idi bir-birinə. İndi burada da uşaqlar 7 nömrəli sualda da sətirlər üzrə cəmlər bərabərdir. Ümumiyyətlə demişik ki, cədvəldə görürsünüz ki, bütün damalarda ədədlər verilib, bir dənə sual işarəsi var hər hansı bir damada. Bu halda siz sətir sütun üzrə birinci cəmləri yoxlayın. Cədvəldə ən çox ödənilən qanuna uyğunluq baxın bu şəkildə olur. İndi bax burada bütün sətirlər üzrə cəm, yəni ədədlərin cəmi 24 edir. İkinci sətirdə də 7, 4, 13, toplam 24. Dördüncü sətir üzrə cəmi 24'dür. Üçüncü sətirdəki ədədlərin cəminin 24 eləməsi üçün deməli bizim burada uşaqlar var 21'imiz çatmır 3. Daha sonra məsələn 6 nömrəli sual soruşdu uşaqlar. 6 nömrəli sualda fikir versəz əgər biz daha çox şəkil ədəd əlaqələrində bu qanuna uyğunluqdan istifadə edir deyə deyirdik ki 2 kiçik 2 böyük ədəd varsa çox vaxt kiçiklərin hasili böyüklərin cəminə bərabər olur. Məsələn, bax, burada eynilə 6 nömrəli sualda da elədir. Niyə məhz ilk 2 sətir kiçik ədəd, son 2 sətir böyük ədəddir? Çünki sütun üzrə hər dəfə, baxın, bu 2 kiçik ədədin hasili 6 vur 7, 42 eləyir. Yerdə qalan 2 böyük ədədin cəmi də 42 eləyir. Məsələn, 6 vur 13, 78 elədiyi kimi 45 ilə 33'ün də cəmi 78 eləyir. İndi 42 ilə 63'ün cəmi 105'dir. Siz 5'i nəyə vuranda 105 eləyən? 21'ə. 8 nömrəli sual baxın. 8 nömrəli sual biraz çətinlik yaradan sualdır. Baxın uşaqlar, hər bir sətirdə ilk 3 dənə ədədi toplasaz, 3, 7, 5, bu cəm 15 eləyir. 3'ə böləndə 5 alırsınız. İkinci sətirdə 6, 8, 13. 27 eləyir, 3'ə böldüz 9. Üçüncü sətir 9 ilə 8 və 7'nin cəmi 24 eləyir. 3'ə böləndə 8 qalır. İndi sonuncu sətirdə də bu 3 ədədin cəmini 3'ə bölüb 12 almışsınızsa, deməli 4, 13, bizə burada 19 çatmır ki, 36 eləsin. 17 var, 19 çatmır 36 eləməsi üçün. 12'ye qədər sualınız var uşaqlar, qeyd edeyim, baxaq. On bir nömrəli sual. 10. Tamam, yaxşı uşaqlar. Baxın, 10 nömrəli sual qeyri-aşkar operator tipində cədvəldir. Yəni, baxırsınız ki, burada operator verilibdir. Yəni, bu o deməkdir ki, uşaqlar, 2 operator 3'dən, məsələn, K alınmalıdır. Nə bilim, məsələn, 2 operator 4'dən 14 alınıb. 1 operator 2'dən 3 alınıbdır və s. Yəni, 1 operator 3'dən 8 alınır. Buradakı qanuna uyğunluq uşaqlar nədən ibarətdir? Sətirdəki 3 dənə ədədin, bu 3 ədədin kvadratından çıxırsınız. Sütundakı bu 3 ədədin özünü kəsişmədə yazırsınız. Məsələn, 3'ün kvadratından 1 çıxırsınız, 8 qalır. 3'ün kvadratından 4'ü çıxanda 5 qalır. 3'ün kvadratından 2 çıxanda 7.
2'nin kvadratı çıx 2, 2. 2'nin kvadratı çıx 4, 0. 2'nin kvadratı çıx 1, 3. İndi 4'ün kvadratından 2 çıxıb 14 alırsınız. 4'ün kvadratından 4 çıxanda 12, 4'ün kvadratından 1 çıxanda da 15 alırsınız. Aydındır uşaqlar. Yəni alınan ədəd hansı ikisinin kəsişməsindədirsə o iki ədəddən alınır. Məsələn, m-in özü 1 və 4'ün kəsişməsində durur deyə 1 və 4'dən deməli m alınıbdır. 11 nömrəli sual. 11 nömrəli sualda uşaqlar sütunda da, sətirdə də ardıcıllıq şəklində bir qanuna uyğunluq var. Nətər ardıcıllıq kimi? Məsələn, 8-dən siz 4 çıxanda 4 qalır. Daha sonra uşaqlar 4'ün üzərinə 8 gəlib 12 alırsınız. 12'dən 6 çıxıb 6 alırsınız. Bir də deyirəm, 8'dən 4 çıxanda 4 qalır. Sonra 5'dən 4 çıxanda 1 qalır. 13'dən 4 çıxanda 9 qalır. 7'dən 4 çıxanda 3 qalır. Sonra 4'ün üzərinə 8 gəldiniz 12. 1'in üzərinə 8 gəlib 9. 3'ün üzərinə 8 gəlib 11 almışsınızsa, deməli 9'un üzərinə 8 gələndə də 17 almalıydınız. K 17 olur. Sonra 12'dən 6 çıxıb 6, 9'dan 6 çıxır 3, 17'dən 6 çıxır 11. İndi 11'dən də 6 çıxanda 50'də 5 almalıydınız. Elə ki, hər bir sətir minus 4, plus 8, minus 6, minus 4, plus 8, minus 6 şəklində bir qanuna uyğunluq yaradır. İndi burada bizdən K ilə L-in cəmini soruşur. 17 plus 5, 22. 12 nömrəli sual da çətin sualmış olar. Baxın, burada siz ikinci rəqəmlə üçüncü rəqəmin hasilinə baxsaz 35 edir. 3 ilə 5. Sonra 6'nı 4'ə vurub 24 almışsınız. 3'ü 8'ə vurub 24 almışsınız. İndi burada 8 olmalıdır ki 8'i 2'ye vurup 16 alasınız. Başa düşməsiniz uşaqlar. Bir də soruşun. Yaxşı. 13 nömrəli sualda yenə də 6 nömrəli sualda nətər dedim? Dedim sütun üzrə baxırsınız ki 2 kiçik ədəd var, 2 böyük ədəd var. Kiçiklərin hasili məsələn burada 24 eləyir, böyüklərin cəmi 24 eləyir. Yenə də 7 vur 3 21 elədiyi kimi 6 ilə 15'in cəmi 21'dir. 5 ilə 4'ün hasili 20 elədiyi kimi 17 ilə 3'ün cəmi 20'dir. İndi siz burada 12 ilə 16'nın cəmindən 28 alırsınızsa, deməli 4 olmalıdır ki, sual işarəsinin yerində. 4 vur 8 də 28 versin sizə. Uşaqlar, 14 nömrəli sual. 14, sonra 19. Ortada kimin sualı varsa qeyd eləsin. 14 nömrəli sualda da baxın uşaqlar, elə bir ki, ədədlərin hamısı eyni səviyyədədir. 2 rəqəmli ədədlərdir. Sütun üzrə cəmə baxsaz, hamısı 105 eləyir. Sütunları toplasaz, hər bir sütunun cəmi 105 eləyir. İndi 3-cü sütunda da 105 almağımız üçün, deməli bizim 87'miz var. 87 var burada. 105 eləməyimiz üçün 18 çatdır. On 18 nömrəli sual. Baxın uşaqlar, 18 nömrəli sualda sağdakı ədədlərin böyük ədədlər olduğunu görürsünüz. Sətir üzrə böyük ədədlər var. Məsələn, siz fikirləşə bilərdiniz ki, mən 4'ü 12'ye vurdum, 48 elədi. 3 də var. Sağdakı ədəd də 48'dir. Bu nətər ola bilər? Deməli, məsələn, mən bayaqları uşaqlar sizə belə bir sual izah elədim 8'də. İlk üçünün cəmini 3'ə bölürdünüz, 4-cü ədəd alınırdı sətir üzrə.
İndi burada da ilk üçünün hasilini 3'e böləndə 48 verir. 5 vur 6 30, 4'e vurduz 120, 3'e böləndə 40. 8'i 6'ya vurduz. Sonra 7'ye vurduz. 3'e böldüz. 112. Bu şekilde. Daha sonra 16 nömrəli sual soruşursunuz uşaqlar. 16'da yəni siz görürsünüz ki, ən axırıncı sətir böyük ədədlərdən ibarətdir də. Yəni məsələn 2, 6, 5, 6, axırıncı ədəd 19'dur. Belə olan halda yəni siz yoxlayın da yuxarıdakıların cəmi 19 verə bilər. Mesela 2 plus 6 8, o da 5, 13, o da 6, 19. 19 nömrəli sual. 19 nömrəli sualda da niye ortadakı 2 ədəd böyükdür, kənarlar kiçik? Həmişə yadda saxlayın, kiçiklərin hasili böyüklərin cəminə bərabər ola bilir. Məsələn, siz 36 ilə 12'nin cəmindən 48 alırsınız. Amma 6 ilə 8'in hasilindən 48 alırsınız. İndi burada ne edəcəksiniz siz? Deməli, 9 ilə x'in hasili, yəni kənarların hasili ortadakıların cəminə bərabər olmalıdır. İndi y tapanda 9x'dən də 1 çıxmalıydınız. Və sizə eləcə ifadə D variantında 9x çıx 1 kimi verilibdir. 24 nömrəli sual. ...24 nömrəli sualda da uşaqlar çətinlik var. Buradakı qanun uyğunluğu da yəni görmək biraz çətin məsələdir. Çünki yenə də ilk 3 ədəddən istifadə eləyir. Baxın 3 vur 5, vur 8. Bu bizə 120 verir. Sonra da 120'nin rəqəmlərini toplayıb 3 yazıb bura. Məsələn 4'ü 3'e vurur 12, 7'ye vurur 84. 84'ün rəqəmlərini toplayıb 12 yazır. Cavab 9 olacaq da 3 vur 4, 12, vur 9. 108, 108'in rəqəm cəmi 9. Deməli uşaqlar 21 nömrəli suala qaydırıq. 27 nömrəli sualda cavab uşaqlar C'dir. Sadəcə C'nin sonunda bir dənə də minus olmalıydı. O düşmüşdü. 21 nömrəli sual. 21 nömrəli sualda belə bir qanuna uyğunluq var. Birinci sütunda baxın. Verilən ədədləri toplayıb 16 alır. Sonra çıxıb 8 çıx 3 çıx 4 1. 6 üstə gəl 9 üstə gəl 3 18. 15 çıx 2 çıx 1 12. İndi 18 üstə gəl 2 20. Üstə gəl 4 elədi 24. Yəni bizim 24 eləməsi üçün burada 2'miz çatmır da sualın yerinə. 25 nömrəli sual soruşmuş uşaqlar. 25 nömrəli sualda sətir üzrə bir qanuna uyğunluq var. Tətbiq edib 17, 12 və K-nı almalısınız. Sütun üzrə də bir qanuna uyğunluq var ki, oradan da eli tapmalıydınız. Və bu şəkildə, baxın, birinci sütuna baxıram mən. 4'ü 6'ya vurub, üstünə 5 gələndə 29. 5'i 3'e vurub, üstünə 3 gələndə 18. 3'ü 6'ya vurub, üstünə 3 gələndə 21 alırsınız. El oldu 21. İndi sətir üzrə isə ilk ikisinin hasilindən üçüncünü çıxanda 17 alınır. Məsələn, siz 4'ü 5'e vurub 3 çıxırsınız 17. 6'nı 3'e vurub 6 çıxdınız 12. 5'i 3'e vurub 3 çıxanda da 12 almalıydınız. K'da 12, el 21, K 12, cəm 33. ...27'ye kadar kiminsə sualı varsa qeyd eləsin. Yoxdursa uşaqlar 27'ye baxaq. Hamıya aydın. Müəllim, 25'i bir də izah eləyə bilərsiniz, zəhmət olmasa eşitmədim ona görə. Deməli 25'te dedik ki, sətir üzrə ilk ikisinin hasilindən üçüncünü çıxırsınız 17 alınır. Məsələn 4'ü 5'e vur 20, 3 çıxanda 17 qalır. 6'nı 3'e vur 18, 6 çıxdın 12 qaldı. İndi 5'i 3'e vurub 3 çıxanda da K'nı da 12 alırsan. Burası aydındır.
Bəli, müəllim, bura qədər aydındır. Aha, indi sütun üzrə də 4'ü 6'ya vur 24, üstə 5 gəl 29 al. Sonra 5'i 3'e vurup 3 ile topla 18. 3'ü 6'ya vurup 3 ile topla 21 al. Başa düşebildin? Bəli, müəllim, aydındır. Onda belə çıxır ki, yəni bəzi misallar da olacaq, hansı ki, sətirdən də istifadə eləyəcəyik, sütunlardan da, hə, Hə. ayrı-ayrılıqda. Çünki sən axı burada cədvəlin formasından da aydın olmalıydı ki, Hı, bu cədvəl elə bil ki, tam sətir sütunlardan ibarət deyil də. hə, bir tayı yoxdur. Yaxşı, Bəli, bax indi aydındır. buranı boş qoyubdur. Hı -hı. Aydındır, çox sağ olun. Buyur, 20'yi 7'ye kadar sual yoktur, elədirmi? 27 nömrəli sualda gənclər, baxın. Sizə deməli, sol tərəfdə verilib 4 dənə ədəd. Hər bir sütun bu 4 ədəddən alınır. Necə? Məsələn, birinci sütun bu ədədlərin hər birini 2-yə bölür. Hansı bölünürsə cavabı yazır, hansı bölünmürsə minus qoyur. İndi 144 2-yə bölünür 72 dəfə. Sonra ikinci sütun 3'ə bölür. 76 3'ə bölünmür. 105 3'ə 35 dəfə bölünür. 64 3'ə bölünmür. Amma 144 3'ə 48 dəfə bölünür. C 4'ə bölmədi. 144 də 4'ə 36 dəfə bölünür. D-də ən axırıncı sütunda 5'ə bölmədir. 144 də 5'ə bölünmür. Burada minus olmalıydı. İndi C variantının sonunda bir minus olmalıydı. O çapda düşmüydü. Amma variant C'dir. Birinci sütun 2'ye bölündü. Yani 76'nı 2'ye bölüp 38. Ama 105'i 2'ye böləndə bölünmür diye minus koyur. 64 2'ye 32 dəfə bölünür. 144'te 72 dəfə. Digəri 3'ə bölmədi, digəri 4'ə, digəri 5'ə. İndi uşaqlar sizin sualınız 30-31 nömrəli sual. 30 nömrəli sualda uşaqlar yenə də baxın şəkil ədəddə bu kimi suallarla çox qarşılaşmışıq. Bizə 5 bucaq verirdi 3 dənə içindəki ədədlər. 6 bucaq verirdi içində ədədlər. Deyirdi ki, belə olan halda içindəki ədədlərin cəmi bir-birinə bərabər ola bilər. Hətta şəkillərin sayı 4 dənə olanda içindəkilərin cəmi ardıcıllıq da təşkil edə bilərdi. Məsələn, biri 32-dir, obusu 34-dir, obusu 36-dırsa, 2-2 artdığını görüb deyirsən ki, sonuncunun da cəmi 38 olmalıdır. İndi burada şəkillərin sayı 3 dənə olanda deyirdik ki, ya cəm ardıcıllıq, yox, cəm ya bərabər olmalıdır, ya da nə olmalıydı? İçindəki başqa bir uyğunluq olmalıydı. Məsələn, burada 30 nömrəli sualda içindəkilərin hamısının cəmi 30 eləyir ilk ikisində. Üçüncüdə də cəmin 30 eləməsi üçün nə çatmır? 9, 29, yox, 52 eləyir, 30 eləmir. Hər bir cədvəlin içindəki ədədlərin cəmi 52-ni verməlidir. Sonda da 52 alınması üçün nə çatmır, ona baxırıq. Alo. Hə, indi 31 nömrəli suala baxırıq uşaqlar. Müəllim, Buyur. bu mənim də sualımdır. Bunun həll yolunu bildim, amma biraz çaşdırıcıdır. İki üsul da var da. Qıraqda qeyri-aşkar operatordur da bir növ. Məsələn, 3-dən 3-dən 12 almışıq. Bu ya birinci 3-ün kvadratından 3-ü toplayırıq, ya da ki ikinci ilə. Eynisi 5-də də elədik. Ya ikinci, yəni 4-ün kvadratının üstünə 5 gəlirik, ya da 5-in kvadratından 4 çıxırıq. Bir də qalır üçüncü, 8-dən 5-dən almışıq 33. Burada da ki 5-in kvadratının üstünə 8 gələcək. Hə, bax indi gör mən nə deyirəm sənə.
Biz bu qeyri-aşkar operatorda axı dedik, hər birində eyni cür tətbiq olunmalıdır, elə deyil? Hı hı. Sən soldakı 3-ün kvadratı ilə sağdakı 3-ü topladın, 12 aldın. 5'in kvadratı ilə amma 4'ü toplayanda 21 eləmir axı. Və yaxud da Onda 8'in kim kvadratı bilir? ilə 5'i toplayanda 33 eləmir axı. Sən gərək burada hər birində eyni cür qanuna uyğunluq tətbiq edərək bu ədədləri alasan. Onda da belə eləməliydin. Hər birində ödəyən qanuna uyğunluq sətirdəkilərinin kvadratı ilə sütundakıları topla. Məsələn, sətirdəki 3'ün kvadratı plus 3, 12 eləyir. 4'ün kvadratı plus 5, 21 eləyir. 5'in kvadratı plus 8 də 33 eləyir. Hər birində bu yolu ödədi. İndi ona əsasən 3'ün kvadratı plus 5 L14 olacaq. 4'ün kvadratı plus 3 K19. 4'ün kvadratı plus 8 M də 24. Yəni axı burada fərqli bir şey yoxdur. Yəni fərqli yol da yoxdur. Sadəcə siz əgər sən çətinlik çəkirsənsə cədvəldə baxmağa, o zaman birbaşa cədvəlin içindəkilərini kənarda yaza bilərdin ki, məsələn 5 operator 4'dən 21 alınır. 8 operator 5'dən 33 alınır. Daha sonra 3 operator 3'dən 12 alınır. İndi sən hansı 3'ün kvadratı plus digər 3 olduğunu 3 və 3'dən bilməsən, dəqiqləşdirə bilmirsənsə, digərlərində aydın məsələdir ki, sağdakı ədədin kvadratı plus soldakı ədəd ödəyir deyə. Ona görə burada da sağdakı ədədin kvadratı plus soldakı ədəd kimi baxırsan. Müəllim, onda siz dediyiniz kimi hər rəqəmin kvadratının üstünə öz rəqəmin özünü gəlirik də. Məsələn, 3-ün kvadratı üstə gəl 3, 4-ün kvadratı üstə gəl 4 elə. Elə olmadı axı. Belə yazmısınız qırmızını. O yazılandan baxıram elə Hə, məsələn. yox, üstünə gəlməli deyilsən, bax. Yazmışam ki, 4'ün kvadratı, bax 21 hansı iki ədəddən alınıbdır? 5 və 4-dən. Hə, deməli 4'ün kvadratı plus 5 elədi 21. Hə, 5-in kvadratı üstə gəl 8, 33. 3-ün kvadratı üstə Bəli. gəl 3. Hə, şey aydındır müəllim. Aha. Növbəti sualımız uşaqlar, nə soruşmusunuz? 35'ə qədər 35. Hə. Baxın uşaqlar, 35'də belə bir qanuna uyğunluq var. 8'in üstü 2 sizə verir 64. 3'ün üstü 3, 27. Deməli 4 üstü 3, 64. 6 üstü 2 də 36 eləməsi üçün 3 çarpı. Baxırıq 34 nömrəli suala. 34 sonra 38, 39. Fatimə, 34 nömrəli sualda da yəni cəm kimi yoxlaya bilərdin. Əgər alınmırsa fərqli bir yola baxa bilər. Hətta cəm deyilir, sətirdə baxın 4 vur 3 neçə eləyir Fatimə xanım? 12. 12. Bəs 5 Hı hı. plus 7 neçə eləyir? Bu da 35. 12. Deməli hər bir Daha sətir 5 plus 7. Üstü toplayırıq onda müəllim. Birini Bəli. vururuq, birini toplayırıq. Bəli, sol sətir üzrə ilk ikisinin Hı. hasili digər ikisinin cəmini verir. Yəni soldakı ikisinin hasili sağdakı ikisinin cəminə bərabər olur. Ha, çox sağ olun Sən müəllim. 5 vur 3'dən 15 alırsansa, burada cavab 9 olmalıdır ki, 6 plus 9 da 15 eləsin. Hı, çox sağ olun. Buyur. Sonra uşaqlar. Məsələn, bax burada 38, 39'a baxıram. Elə 39'u izah eləyim. 39 nömrəli ümumiyyətlə demişik ki, uşaqlar, əgər cədvəllərin sütunlarının sayı tək saydadırsa, məsələn 5 dənə sütundan ibarətdirsə, 3 dənə sütundan ibarətdirsə, çox vaxt ortadakı sütun kənarlardan alınır. Amma həmişə yox da. Məsələn, fakt burada belə bir qanuna uyğunluq var. 5'i 4'ə vuranda 20 alırsınız. 7'ni 2'yə vuranda 14'ü alırsınız. 20'dən 14 çıxanda qalır 6. Soldakı ikisinin hasilindən, deməli, baxın 8 vur 5'dən çıxırsınız.
Növbəti ikisinin hasilini 40-dan çıxırsınız 27 qalır 13. 38 nömrəli sual uşaqlar. Baxın 38-də nə kimi bir qanuna uyğunluq ola bilər? Cəmi yoxlamısınız. 14 birincinin cəmidir. Burada elədi deməli 9, 25-ə ödəmirsə sətrə baxanda 8, 9, 10, 20 elədi birinci sətr. Yaxşı. 12 o da 8, 20 elədi üçüncü sətr. 6 o da 14, 20 də dördüncü. Və deməli 38-ci sualda sətr üzrə cəmlər 20 eləyir. İndi burada da 20 eləməsi üçün 16 var, 4 çarpılır. Sonra 40 nömrəli sual uşaqlar. Baxın uşaqlar, biz dedik ki 40 nömrəli sualda baxın toplama əməli verilibdir bizə. Cədvəlin içində verilən ifadələri çıxardıb kənarda qeyd edin. Məsələn, baxırsınız ki, A ilə B-nin cəmindən 3B alınıbdır. A plus B. 3B-dirsə, A bərabərdir 3B-dən B-ni çıxanda 2B-yə. Dedik ki, uşaqlar, cədvəlin içində A plus B 3B-dir. A bərabərdir 3B-dən B-ni çıxanda 2B-yə. Daha sonra sizə veribdir B ilə C-nin cəmi 4C-dir. Buradan B bərabərdir 4C-dən C çıxanda 3C-yə. İndi bizdən A böl C-nin qiymətini soruşur. Mən A-nın əvəzinə 2B yazaram. Məxrəci olduğu kimi saxlayıram. Sonra da 2-ni də saxlayıb sürətdə B-nin əvəzinə 3C yazıram ki, sürətdə də C yaransın. Sürətdə və məxrəzdəki C-ləri ixtisar aparım. 2 vur 3 eləsin 6. Bunu başa düşə bildiniz uşaqlar? Şəms Mən yox Hanım, müəllim. başa düşdünüz Xeyr sualı? müəllim. Xeyr müəllim, başa düşmədim. Ümumiyyətlə məndə aşkarlar ilə problemdir. Qeyri-aşkarları eləmişəm çoxsunu. Aşkarlarda mı yetişib qalıram? Hələ indi bugün bir daha mövzu keçəcəm, onda nə edərsən? Aşkar. Hə. Əslində çətin bir sual deyil, mövzu da deyil. Sadəcə elə bir ki 5-6-cı sinif, 6-7-ci Riyaziyyat. sinif tam cəbri ifadələr falandır. Fərqli heç nə yoxdur. İndi ola bilsin ki onda öyrənə bilməmisiniz. İndi burada tətbiq eləməyə çalışın. Yəni burada öyrənməyə çalışın. Məsələn, mən sadəcə nə etdim? Cədvəlin içində verilənləri kənarda qeyd elədim ki, A plus B 3B'dir, B plus C də 4C'dir. İndi buradan A-nı tapmaqdan ötürü 3B-dən B çıxıram, olur 2B. B-ni tapmaqdan ötürü də 4C-dən C-ni çıxanda B bərabərdir 3C. İndi mənə A böl C-ni veribdir də, ədəd verməyib ki. Deməli, mən ya A-nı C-yə gətirməliyəm, ya da C-ni A-ya gətirməliyəm ki, sürətdə də, məxrəcdə də eyni dəyişən alınsın. İndi C-ni A-ya gətirəndə kəsr ədədlərlə işləməli olarıq, o bizə lazım deyil. Eləcə A-nı əvəzlədim 2B ilə, sonra da B-nin də əvəzinə gətirib 3C yazdım. 2 vurulsun 3C-ni də C-yə böləndə eləcə 6C böl C elədi 6. Ya da C-ləri ixtisar apar, 2 vur 3 elədi 6. Yəni, buradakı aşkar əməllər verilən cədvəllərdə biz demək olar ki, ancaq əvəzləmə ilə işləyirik, əvəzləmə üsulundan istifadə edirik. Yəni, necə A-nı 2B ilə əvəzlədim, sonra da B-ni 3C ilə, eləcə digər suallarda da görərsiniz. Daha sonra 41 soruşmuşsunuz. 41, 46 nömrəli suallar. Gəlin, indi bir dənə də 41-ə baxaq. Görək 41-dəki qanuna uyğunluq nədir? Hə, 41-də də uşaqlar, baxın, nə olsun ki, belə böyük cədvəl verir, 5 sətirdən ibarətdir falan. Bir dənə yenə də sütun üzrə cəmlərə baxsaz, deməli, 20 eləyir birinci sütun üzrə cəm. Burada elə bir ki, çox elədir. Sətirə baxsaz, görək düzdür bu, hə. Sətirə baxsaz, deməli, 7, 4, 11, 17, 20,
2, o da 8, 30 eləyir. İkinci sətrə baxanda, deməli 12, 20, 30 eləyir. Üçüncü sətr üzrə cəmə baxanda 14, 14, o da 2, 30 elədi. Dördüncü sətirdəki cəm də deməli 30 eləyir. Beşinci sətrin cəminin 30 eləməsi üçün nə çatılır? Aydındır? Deməli, eləcə sütun üzrə də cəmlər 30 eləyir əslində burada. Baxın, 7 plus 3, 10, 22, o da 8, 30. Mən 20 hesablamışdım, səhv hesablamışdım. Sonra baxın 42 nömrəli suala. Yəni, əslində 42 nömrəli sualda cədvəllərin içində hər bir şey aydın şəkildə verilibdir uşaqlar. Cədvəllərin içində operatorlar verilibdir. Biz bütün ifadələrdə birinci mötərizənin içini yerinə yetirməliyik. Məsələn, mən burada ən ortada, ən içəridə verilən mötərizəyə baxıram, B üçbucaq C verilibdir. Üçbucaq operatoru olan cədvəldə də, üçbucaq operatoru olan cədvəldə də baxıram ki, B üçbucaq C-nin kəsişməsində A durur. Deməli, B üçbucaq C-dən A alınır. İndi mənim buradakı ifadəm A dairə operatoru mötərizədə B üçbucaq C-nin yerinə A yazsaq, A üçbucaq C yarandı. Yenidən A dairə operatoru qalır. A üçbucaq C-ni də ikinci cədvəldən tapırıq ki, A üçbucaq C-dən B alınıbdır. A üçbucaq C-nin əvəzinə də B yazanda A dairə operatoru B qalır. Və A dairə operatoru B-ni də birinci cədvəldə axtaranda 16 vermiş olur bizə. Birbaşa cavabımız 16-dır. Cədvəllərin içindən götürdük cavabı. Qırx beş, 46. Deməli, uşaqlar, 45 nömrəli suala baxaq. Deməli, 45. Bu da əslində biraz da diqqətli olsanız, uşaqlar, burada heç bir hesablama yoxdur, heç. Bir dənə nəyə fikir verməlisiniz? Cədvəlin içində, məsələn, sizə verib A plus B nəyə bərabərdir? 5-ə. Elə deyil, uşaqlar. Bəli, müəllim, 5. İndi, Əzizə xanım, bəs B plus A nəyə bərabərdir? M-ə. Məyər toplananların yerini dəyişəndə cəm dəyişirdi ki, dəyişmirdi. A plus B 5-dirsə, B plus A da 5 olmalıdır. İndi sizə M veribsə, B plus A-nın cəmini. Deməli, M-in özü 5-dir. Hər birini bu şəkildə tapırsınız. Məsələn, A ilə C-nin cəmi L-dir. Amma C ilə A-nın cəmi 6-dır. Bu deməkdir ki, L 6-dır. Məsələn, siz görürsünüz ki, A ilə D-nin cəmi N-dir. Amma D ilə A-nın cəmi 7-dir. Deməli, N 7-dir. Daha sonra C ilə B-nin cəmi P-dirsə, B ilə də C-nin cəmi 7-dir. Deməli, P 7-dir. Sonra D ilə C-nin cəmi R veribdir. Amma C ilə D-nin cəmini 9 verib. Deməli, R 9-dur. Sonra K-nı axtarsaz, B ilə D-nin cəmi 8-dir, amma D ilə B-nin cəmini K verib. Deməli, K da 8-dir. 3 rəqəmli ədəd kimi 865-dən 779-u çıxırsınız. Deməli, qalır burada 15-dən 9 çıxanda 6, 15-dən 7 çıxanda 8, 86 da olur cavabımız. Deməli, baxırıq 46 nömrəli suala. 46-48.
İndi uşaqlar 46-da da yenə də cədvəlin içində verilənlərin hamısını kənarda qeyd eləməlisiniz. Məsələn, A-nı B-yə vuranda burada vurma əməlidir də artıq. A-nı B-yə vurub uşaqlar K almısınız. A-nı B-yə vurub K almısınız. B-ni C-yə vurub M almısınız. Sonra C-ni A-ya vurub L almısınız. Sizdən soruşur K, L, M-in cəmini. Siz bu cədvəldə götürüb kənarda qeyd elədiklərimi alt-alta toplamalısınız ki, sağ tərəfdə K, L, M-lər durur da cəmlər yaransın. Sol tərəfdə AB üstəgəl BC üstəgəl CA bərabərdir K, L, M-in cəminə. Və sizə belə bir mötərizə veribdir burada. Mötərizələr, 2 dənə A plus C ilə B plus C-nin hasilini veribdir. Bunu niyə verib? Deyir ki, siz bu ifadələri bir-birinə vurub atsaz, yəni A vur B üstəgəl A vur C üstəgəl C vur B üstəgəl C-nin kvadratı bərabər C kvadratı olacaq. İndi C kvadratını sağa keçirsəz uşaqlar. AB üstəgəl AC üstəgəl CB bərabərdir C kvadratından C kvadratını çıxanda sıfıra bərabər olur. İndi siz bildiniz ki, AB ilə BC-nin və CA-nın cəmi sıfırdır. O da bərabərdir K plus L plus M-ə. Sizin cavabınız nə oldu? K plus L plus M-in cəmini soruşurdu, oldu sıfır. Aydın uşaqlar. Qırx 8 nömrəli sual. Baxın, 48 bu kimi sualları biz deyirik ki, əsasən şifahi həll edirik də uşaqlar. Yəni məsələn, o cədvəldə verilib A vurulsun B 15-dir. Sonra B vurulsun C 12-dir. C vur A da 5-dir. Şifahi necə eləyirdik? Dedik ki, 15 ilə 12-nin ortaq vuruğu 3-dür. Ortaq dəyişəndə B-dir. Siz B-yə 3 desəz, A 5 olar, C-də 4 olar. Sonra aşağıda yoxlayırsan ki, C vur A-nın qiymətlərin yerinə qoyanda 5 vur 4, 20 eləyir də, 5 eləmir ki. Amma əksər suallarda ödəyir. Sadəcə burada ödəmədi də. Yəni biz bu şəkildə A-nı 5, C-ni 4 tapırıq, hasil 20 eləməlidir, amma 5 verilibdir bizə. Bunun səbəbi, buradakı dəyişənlərdən hər hansı biri tam ədəd deyil. İndi ona görə burada artıq siz məcbursunuz əvəzləmədən istifadə eləyəsiniz ya da alt-alta vurmadan istifadə eləyəsiniz. Əvəzləmə həmişə özünü doğruldur. Məsələn, bunu belə izah eləyə bilərəm sizə. Sizdən C-ni soruşur. Siz B vur C bərabər 12 ifadəsində B bərabərdir 12 böl C yazarsınız. C vur A bərabər 5 ifadəsindən də A bərabərdir 5 böl C-yə yazarsınız. Sonra gətirib A vur B bərabər 15 ifadəsində A-nın əvəzinə 5 böl C, B-nin əvəzinə 12 böl C bərabərdir 15 yazardınız. Nəticədə 5 vur 12 60 böl C kvadratı bərabər 15-ə. C-nin kvadratı bərabər 60-ı 15-ə böləndə 4 eləyir. C-də bərabərdir 2-yə. Birbaşa C-ni 2 tapmış olursunuz. İndi C 2-dirsə A 2/5-dir. A 2/5-dirsə B də 6-dır. Deməli, A-nın 2/5 olmasına görə bu bayaq dediyimiz şifahi yol alınmadı. Və bu bir üsul, əvəzləmə üsulu. Belə yaza bilərdiniz. Başqa necə yaza bilərdiniz uşaqlar? Köçaltı ilə müəllim. Necə? Mən köçaltı ilə elədim onu. A kvadrat vurulsun B kvadrat vurulsun C kvadrat bərabərdir. Bunların hamısını 2 kvadrata gəl 900. A, üçün də bir-birinə vurmusan da, elə deyil. Bəli.
Alt-alta üçünü də vurmusan, sonra A vur B-nin qiymətini yerinə yazmısan, C kvadratını tapmısan. Elə deyil? Bəli, bəli. 15 elə bil ki 30, 15 vursun C. Düzdür. Aha, Amma heç belə. o üçünü də vurmağa ehtiyac yox idi. Eləcə sən bax burada A vur C-ni B vur C-yə vuranda alt-alta olacaqdır. B vur C kvadrat vur A bərabər 5 vur 12 60. B vur A-nın qiyməti 15-dir. Yerinə yazırsan 15 vur C kvadratı 60. Eyni bir şeydir ha. Sonra C kvadratı bərabərdir 60-ı 15-ə böl 4. C də bərabər 2. İndi sən 3-ünü vurmuşsan, sonra əvəzləmişsən. Mən ikisini vurub, sonra yaranandan 15 AB-nin qiymətini qoydum yerinə. A vur B-nin. Aydındır? Bəli. Əla. Deməli, uşaqlar, 50-yə qədər kimin sualı var? Baxaq görək, 50-yə qədər 49 yazan varmı? Yoxdur. 49 yoxdursa 50-nin özü. Məsələn, 49 şifahi idi də, burada izah eləmişdim keçən dəfə dərsdə. 50-də yenə də. Baxın uşaqlar, toplama əməli verilibdir bizə. Yazırsınız ki, A ilə B-nin cəmi x böl 6. Sonra B ilə C-nin cəmi uşaqlar y böl 2. Sonra A ilə də C-nin cəmi z böl 3-dür. Sonra siz görürsünüz ki, sizdən istənilən ifadə, cavabı, qiyməti tələb olunan ifadə x plus 3y plus 2z-dir. Yəni, nəticədə x, y, z-lərin cəmindən ibarət olan bir ifadədir. Və siz deməli, siz bu kənarda yazdıqlarınızı, cədvəlin içində verilənləri alt-alta toplamalısınız ki, sol tərəfdə 2A, 2B, 2C bərabər olsun x böl 6, y böl 2, z böl 3-ə. Daha sonra sol tərəfdən 2-ni mötərizə xaricinə çıxardanda A plus B plus C bərabərdir x böl 6 plus y böl 2 plus z böl 3. İndi uşaqlar, A plus B plus C-nin qiyməti sizə verilib ki, 6-dır. Yerinə 6-nı yazanda 2 vur 6 eləyir 12, bərabər x böl 6, y böl 2, z böl 3. İndi sizə lazım olan ifadə x plus 3y plus 2z olduğuna görə, mən sağ tərəfi də, sol tərəfi də 6-ya vuraram ki, məxrəcdən azad eləyim x böl 6 plus y böl 2 plus z böl 3-ü. İndi 12-ni 6-ya vuranda eləyir 72, bərabərdir. 6-nı x böl 6-ya vuranda 6-lar ixtisar getdi, qaldı x. Üstə gəl. 6 vur y böl 2 ifadəsindən 6 ilə 2 ixtisar gedir, qalır 3y. 6 vur z böl 3-dən də 2z alırıq. Nəticədə x plus 3y plus 2z-in qiyməti olur 72. Bəli, 6-ya vurdum. İndi eləyə bilərdiniz ki, ortaq məxrəc ilə tapasınız. Kim necə yanaşa bilirsə. 55 nömrəli sual. %51-də də şifahi uşaqlar. Baxın, siz A-nı B-yə vurub 15 almışsınız. A-nı C-yə vurub 21 almışsınız. Baxın, A vur B 15'dir. A vur C-də 21'dir. 15 ilə də 21-in ortaq böləni 3'dür. Deməli, A 3'dür də. Hər ikisinin ortaq dəyişəni 3'dür də. Deməli, A 3'dür. A 3'dürsə, B 5 olmalıdır da. 3 vur 5, 15. C-də 7'dir. İndi siz C-nin 7 olduğunu bilirsiniz. 7 vur 7 eləyir F49. A-nın 3 olduğunu bilirsiniz. 3 vur 3 E olur 9. B'nin 5 olduğunu bilirsiniz. 5 vur 5 D olur 25. Şimdi 49'dan 25 çıxıb 24 alarsınız. Əlli 1'ə baxdıq. Uşaqlar 55'ə baxırıq.
Yenə də uşaqlar cədvəldə verilib toplama əməli. Və L plus K-nın cəmi 19-dur. Bəs L plus 5-in cəmi X-dir. Bəs 12 plus K-nın cəmi Y-dir. Bizdən nə soruşulur? X plus Y. Mən məcburam ki, bu iki ifadəni alt-alta toplayım ki, L plus 5 plus 12 plus K bərabər X plus Y-ə. X plus Y-i yaratmaqdan ötürü bu ikisini alt-alta topladım, tərəf-tərəfə. Daha sonra da uşaqlar, siz görürsünüz ki, L ilə K-nın cəmini sizə nə veribdir? 19 verib də. L plus K-nın cəminin qiyməti 19-dur. Yazırsınız yerinə. 19 üstə gəl 5, üstə gəl 12, bərabər X plus Y-ə. Buradan da cavabı alırsınız 36. 60, 61, 62.